Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə 9 illik test topludan sifətin izahını nəzərinizə çatdıracağım. Birinci testdə nə deyir? Deyir, fiildən düzələn sifətləri müəyyən edin. Sifət nədir? Sifət əşyanın əlamətini bildirir və bizdən də fiildən düzələn sifətləri müəyyən edin deyir. Əvvəlki testlərimdə də izahını verdiyim kimi, fiildən düzələn sifət yəni nə deməkdir? Sözü tərkibinə görə təhlil edirik. Ondan sonra biz bilərik ki, bu hansı nitq hissəsindən düzəlib və yaxud yaranıb. Baxırıq, təmiz sözün köküdür. Elə sadə sözdür. Burada düzəltmə bir şey deyil. Azğın, azmaqdan, azğın, yandırıcı, yanmaqdan, yandırmaq, yandırıcı. Necə? Bitməkdən, bitkin. Deməli, bunun hansı nitq hissəsindən yarandığını hardan bilmərik? Bir dənə leksik şəkilci varsa kökə baxırıq, azmaqdan, azğın. Necə? Bir neçə leksik şəkilçi varsa, sonuncuna baxmamaq şərti ilə ondan əvvəlki şəkilçilərlə birgə sual vermək lazımdır. Məsələn, yandırmaq nə etmək? Yandırıcı necə? Həmçinin bitməkdən, bitkin necə oldu nə? B variantı. Azaltma dərəcəsində olan sifət hansıdır? Azaltmada sapsarı sifətin çoxaltma dərəcəsidir. Hətta morfoloji yolla, yəni şəkilçi yolla düzələn çoxaltma dərəcəsidir. Gömgöy-də həmçinin morfoloji yolla yaranmış çoxaltma dərəcəsidir. Məndən azaltma dərəcəsi uzun sov şəkilçi ilə, yəni morfoloji yolla yaranan yəni şəkilçi yolu ilə yaranan sifətin azaltma dərəcəsidir. Sonra gəldik 3. Çoxaltma dərəcəsində olan sifət hansı cavabdadır? Çoxaltma dərəcəsində olan. Ağtəhər sifətin azaltma dərəcəsidir. Tünd çay sifətin adi dərəcəsidir. Çünki çayın özünə məxsus dərəcəsi yoxdur. İsmin özünə məxsus dərəcəsi olmadığına görə tünd çay necə çay sifətin adi dərəcəsindədir. Açıq sarı oldu C variantı. Çox mərtəbəli adi dərəcə. Dost, doğma, çoxaltma dərəcəsini istəyir bizdən. Açıq sarı bu adi dərəcə azaltma dərəcəsindədir. Dost doğru, dost doğma bu oldu Y variantı. Şərtini səhv olmuşam. Dost doğma oldu sifətin çoxaltma dərəcəsində olmuş sifət. Sonra 4-ə baxırıq. Biri düzəltmə sifətdir. İrsdən irsi. Elə olacaq nə? İrsdən irsi. A variantı. Biri mürəkkəb sifətdir. Tələm-tələsik, enişli, yoxuşlu. Tələm-tələsik nə tərzdə? Bu olur mürəkkəb zərf. Enişli, yoxuşlu, gəlimli, yedimli, ağzı bağlı və gözü qıpıq, bunlar mürəkkəb sifətlərdir. Birində sifət işlənmişdir. O əyninə dəri palto geymişdir. Burada deyirsiniz ki, müəllimə, dəri palto bəs nədir? Dəri palto burada isimdir. Burada isimdir. Sadəcə cümlədə birinci növ təyin söz birləşməsi olaraq sifətləşib, amma morfoloji cəhətdən isə isimdir. Maşınımız torpaq yolla hərəkət edirdi. Torpaq yolda, torpaqda isimdir, yolda. Ümumiyyətlə, dəridir, paltodur, yundur, gümüşdür, qızıldır, saxsıdır, metalların ilə özləri olsun. Bunlar hamısı dəmir, isimdir. Sadəcə cümlədə sifətləşərək sifətin xüsusiyyətini götürür, sifətləşir. Morfoloji cəhətdən isə elə isim olaraq qalır. Sonra gəldik, pəncərədən küçəyə gur işıq yayıldı. Bəli, gur işıq, buradakı gur sifətdir. Gümüş kəmər kisə isimdir. Ana yuşalı çiynə saldı. Yunda, şalda isimdir. Oldu nə? Burada C variantı. Birində sifət işlənməmişdir. Həyatın çətin anları da olur. Çətin sifətdir. Necə? Hər təzə binanın pəncərəsindən yolları bəzəyir, işıq süzülür. Yolları bəzəyən işıq süzülür. Təzə bina sifətdir. Necə bina? Sonra həyatda maraqlı hadisələr çoxdur. Necə? Maraqlı. Düzgünlük əsl insani keyfiyyətdir. Düzgünlük əsl insani keyfiyyətdir. Əsl insani keyfiyyətdir. Əsl necə? Sonra o dəri çəkmələrini silib, parıldatdı. Sifət işlənməmişdir. Sadəcə sifətləşən söz işlənib. Y variantı. O da morfoloji cəhətdən isimdir. Hər 3
üçü azaltma dərəcəsində olan sifətləri göstərək. Qırmızı adi dərəcədə, açıq sarı azaltma dərəcəsində, nazik adi dərəcədə, ağılsız adi dərəcədədir, sarışın, ağımsov, göyümtül şəkilçilərin vasitəsi, yəni morfoloji vasitə ilə yaranan sifətin adi dərəcəsidir. Hər üçü azaltma dərəcəsində olan sifət. Göyümtül, qaraşın, sarı təhər. El oldu nə? 9-da A variantı. Hansı nümunədə birləşmənin aslı tərəfi sifətdir? Yəni, birləşmənin birinci tərəfi. Dünənki hadisə, bu birinci nöqtənin söz birləşməsi, yəni birinci tərəf sifətdir. Yanınızda saxlayın. 2, 2, 2, 3, 4 variantlı və dakı adətən sifət düzəldir və hansı sualına cavab verir? Hansı hadisə bu sifətdir? Sərt xasiyyət, necə xasiyyət bu sifətdir? Qoca kişi, həmçinin necə kişi, qoca kişi. Palçıq yol, palçıq da isimdir, yol da isimdir. D variantı. 11. Ürək açıq sözü ilə bağlı səhvi müəyyən edin. Ürək açıq adi dərəcədədir. Cümlədə əsasən təyin olur. Məsələn, açıq ürəkli insan, necə insan? Mürəkkəb sifətdir, necə sualına cavab verir, bəli, bu da doğrudur. İkinci tərəfi sadə sifətdir, xeyr, açmaqdan açıq, düzəltmə sifətdir. Oldu nə? B. D. Hansı sifət azaltma dərəcəsidir? Göm-göy çoxaltma dərəcəsidir. Böyük adi dərəcə, tünd yaşıl çoxaltmadır, tərtəmiz çoxaltmadır. B variantı açıq sarı azaltmadır, hətta sintaktik yolla yaranıb, yəni söz yolu ilə mürəkkəb sifətdir. Sonra hansı sifət azaltma dərəcəsindədir? Qırmızı, sarımtıl. Oldu nə? A variantı dümdüz, kiçik adi dərəcə dümdüz çoxaltma, tünd qara çoxaltma, qupquru çoxaltma. Feildən düzələn sifəti göstərin. Feildən düzələn sifətdən söhbət gedirsə, səpməkdən səpki, nə? Yağmaqdan yağış, nə? Tapşırmaqdan tapşırıq, nə? Qurmaqdan qurğu, nə? Böyüdən böyük, necə? Oldu Y variantı. Feildən düzələn sifəti müəyyən edin. Feildən düzələn sifəti müəyyən edin. Sürdən sürgün, nə? Bu feildən yaranmış isimdir. Sürməkdən sürüşmək, sürüşkən. Deməli, sürüşmək feilindən sürüşkən yol yaratdı B. Düzəltmə sifətlərdən biri kökü zərfdir. Dağlıq, dağ isimdir. Cəfakeş, cəfakeş, cəfa isimdən yaranmış sifətdir. Uçmaqdan uçuq, feildən yaranmış sifətdir. Sonra, qarışıq, qarışmaqdan qarışıq, feildən yaranmış sifətdir. Dünən, mənə deyir ki, kökü zərf olsun. Dünən zaman zərfidir, dünənki hadisə, hansı hadisə oldu sifət. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Birinin kökü zərfdir. Sürətdən sürətli isimdən sifət yaradıb. Yormaqdan yorğun feildən sifət yaradıb. Əvvəldən əvvəlki, yəni zərfdən feil yaradıb, sifət yaradıb. Adi dərəcədə oldu nəticə var. Adi dərəcədə olan sifəti müəyyənləşdir. Adi dərəcədə olan sifətdən söhbət gedirsə, Dəlisov sifətin azaltma dərəcəsi, sarımtıl azaltma, enli adi dərəcədə. Azaltma dərəcəsində olan sifəti müəyyənləşdirin. Baxaq görək azaltma dərəcəsində. Dümdüz sifətin çoxaltma dərəcəsidir. Hətta morfoloji şəkilçinin köməkliyi ilə. Şəkilçi yox, M-pırısı ilə. Dəlisov oldu nə? Sifətin adi azaltma dərəcəsi. Adi dərəcədə olan sifəti göstərir. Sapsarı çoxaltma dərəcəsidir. Açıq qırmızı çoxaltma dərəcəsi C variantı oldu. Gözəl oldu bu sifətin adi dərəcəsi. 21. İki düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti müəyyən edin. İki düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifət. Mürəkkəb sifət. İsti bu tərəfi sadədir. Qandan qanlı bu tərəfi düzəltmədir. Mənə deyir ki, hər iki tərəfə düzəltmə olsun. İrili, xırdalı. Oldu nə? Hər iki tərəfə düzəltmə sifətin köməyi ilə yaranmış mürəkkəb sifət. İki düzəltmə sifətdən yaranan mürəkkəb sifət. Sınmaqdan sınıq, qəlbdən qəlbli. Mən bunu belə təhlil etməyimə baxmayın. Mürəkkəb sözün təhlili bir təhlil altında götürülür. Sınıq, qəlbdən qəlbli. Yəni, izah etməkdə məqsədim odur ki, yəni bu da leksik şəkilçidir, bu da oldu A variantı. Bir də bu arada
Mürəkkəb sözün üzərinə nə qədər leksik şəkilçi artırılsa da sözün quruluşunu dəyişməyə ixtiyarına sahib deyil. Elə mürəkkəb olaraq qalacaq. Sadəcə sadə sözlərin quruluşunu dəyişməyə ixtiyarı var leksik şəkilçilərin. Aha, oldu nə? 23-də. 23-də oldu. Baxın, sadə, say və düzəltmə sifətin köməkliyi ilə əmələ gələn mürəkkəb sifəti göstər. Bir tərəfi say olsun, bir tərəfi düzəltmə sifət olsun. Qanı qara burada say yoxdur, uca boylu da say yoxdur. 3 rəngli. Oldu nə? Bir tərəfi say, digəri isə düzəltmə sifətin köməkliyi ilə yaranmış sifət. 24. Sadə say və düzəltmə sifətin köməkliyi ilə həmçinin əvvəlkinin təkrarı. Sadə say 4 künc. Bir tərəfi saydı, ancaq künc də sadədir. Açıq ürəkli də say yoxdur, dəliqanlı da say yoxdur. 3 bir tərəfi say, bucaqdan bucaqlı oldu D variantı. 25-də nə deyir? Cümlələrdən birində sifət məcazi mənada işlənmişdir. Sifət məcazi mənada işlənmişdir. Məcazi mənada işlənmişdir sifət. Ağ çiçək dostluq əlamətidir. Sifət var, amma məcazi mənada deyil. Burada deyir ki, tor düşüb. Tərləyəndə soyuq su içmək ziyandır. Burada hamısı həqqi mənadadır. Var sifət, soyuq. Amma ki, həqqi mənanı təşkil edir. Qara qoç Məlik Məmmədi oradan uzaqlaşdırdı. Qara qoç. Qara qoç var, amma ki, məcazi mənanın daxilində deyil, həqqi mənadadır. Ətrafda gözəl bir mənzərə yaranmışdı. Ətrafda gözəl bir mənzərə yaranmışdı. Var burada sifət, amma ki, məcazi mənanın daxilində deyil. Dərin fikirlərə qərq olmuş yazıq, dincəlmək istəyi burada azacıq. Dərin sifətli, dərin fikirlər isə artıq məcazi mənaya etibar edir, oldu. Birləşmələrdən birində sifət məcazi mənada işləmişdir. Dolu vedra, bu həqqi mənadadır. Şirin çörək həqqi mənadadır. İti bucaq da həqqi mənadadır. Dərin quyu da həqiqi, soyuq münasibət olmur. Birləşmələrdən biri sifət məcazi mənada işlənmişdir. Ağır zəmbil olur, şirin nar olur, sərin su olur, dolu çanta olur, şirin söhbət olmur. Hansı cümlədə sifət ismin xüsusiyyətini daşıyır? Yəni, isimləşir. İsimin cəm, hal, mənsubiyyət və yaxud suallarını götürür, olur, isimləşir. Amma morfoloji cəhətdən sifət daha doğru söz acı olar. Necə söz acı olar? Nə edər? Acı olar. Nə söz, necə söz? Burada doğru öz funksiyasındadır. Ağıllı oyuncu uduzmaz. Uduzmaz. Kim? Oyuncu, hansı oyuncu? Ağıllı. Burada da ağıllı öz funksiyasındadır. İsmin əlamətini bildirir. Sonra atam nikbin adamdır. Necə adamdır? Nikbin. Körpə bizə baxıb gülümsəyirdi. Ehtiyatlı insan ac qalmaz. Necə? Körpə sifətdir. Kim bizə baxıb gülümsəyirdi? Körpə. Oldu D variantı. Antonim sifətlərin cərgəsini müəyyənləşdirin. Antonim sifətlərin cərgəsini müəyyənləşdirin. Acgöz, antonim sifətlərin cərgəsi. Acgöz, gözü tox, xəstə, sağlam bir budur. Möhkəm, bərk, bunlar sinonimdir. Yaşlı, qoca, nazik, incə, bu sinonimdir. Bu da sinonimdir. Qoca, cavan, bir də isti, soyuq. Yaşıl, qara, bu üçün yaşılınki ağdır. 1-4 A variantı. Çoxaltma dərəcəli sifətlərin sırasını müəyyən edin. Çoxaltma dərəcəli sifətlərin sapsarı çoxaltma dərəcəsidir. Yaşıl adi dərəcə. Gömgöy çoxaltma. Qapqara çoxaltma. Açıq sarı adi. Bu artıq azaltma dərəcəsidir. Ağappaq çoxaltma. Tərtəmiz çoxaltma. Yaxşıca oldu nə? Çoxaltma. Uzunsov adi, dümmaq çoxaltma, yamyaşıl çoxaltma, ağımtıl isə azaltma. Oldu nə? Hansı variant oldu? C variantı. Mürəkkəb sifətlərdən biri mənsubiyyət şəkilçisinin köməyi ilə yaranır. Uzun saçlı. Bunun bir tərəfi sadə, uzun, saçlı isə düzəltmədir. Leksik şəkilçisinin köməyi. Təkdən tək, sadədir. Hecalı isə düzəltmədir.
Şəhərlər arası. Hazır cavab bölük. Şəhərlər arası. Burada olacaq nə? Mənsubiyyətin şəkilçisi. 31-də oldu. Nəci? Sonra gəldik 32. 32-yə baxırıq. Deyir ki, birin sifətin səciyyəvi xüsusiyyəti deyil. Əşyanın əlamətini bildirmək, bəli. Müqayisə dərəcələrə malik olmaq, burada cümlədə təyin və xəbər vəzifəsində işlənmək, bu da doğrudur. Necə, nə cür, hansı suallarına birinə cavab vermək, bu da doğrudur. Hallamaq isə ismə məxsusdur. Bu hallana bilərik isimləşəndə. İsimləşməkdə bu demək deyil. Məsələn, ismin gedib xüsusiyyətini götürüb elə isim olmaq deməkdir. Morfoloji cəhətdən bu elə sifət sayılır. Qurluca sadə sifətlərdən ibarət cərgəni göstərir. Ürkdən, ürkək, düzəltmə, qıvraq, seyrək, kövrək, incidən, incik, titrədən, titrək, əzdən, əzik oldu. B variantı. Hamısı sadədir. Qorxaq sifəti hansı cümlədə ismin xüsusiyyətlərini daşıyır? İgid bir dəfə, qorxaq isə 1000 dəfə ölər. Kim bir dəfə ölər? İgid bir dəfə ölər. Kim isə 1000 dəfə ölər. Olur elə 34-də A variantı. Çünki isim əvəz eləyib. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Zarafat nə? İsimdir. Yormaq, yorğun feildir kökü. Sonra külək isimdir, küləkli. Feildir, əzməkdən əzik. Bayaq ki. Oldu nə? Y variantı. Bayaq zaman zərfidir. Zaman zərfindən də yaranmış ki, leksik şəkilçinin köməyi ilə sifət yaranır. Bayaqki hadisə hansı hadisə? Hansı cərgədə sifətlər qurluca sadədir? Kəsdən kəsik, böyüdən böyük. Bunlar düzəltmədir. Soyudan soyuq, sından sınıq, yumşaq, bədii, mədəni. Oldu Y variantı. Sonra nümunələrin biri isimdən düzəlmiş sifət deyil. İsimdən düzəlmiş sifət deyil. Yanmaqdan, yandırmaq, yandırıcı. Bu feildən düzəlmiş isimdir. Elə doğru variant olacaq A variantı. Buna baxın. İnsandan, insani. İnsandan yaranmış. Səlqəli, səlqəsiz oldu. İnsandan, insani. Otdan, otsuz. Qəhvədən, qəhvəyi. Şərtdən, şərti. Nədir? Cümlələrin birində isimdən düzələn sifət. İsimdən düzələn sifət deyil, oldu A variantı. Sonra gəldik digər tərəfə. Düzəltmə sifətləri müəyyən edin. Düzəltmə sifətləri müəyyən edin. Düzəltmə sifətləri müəyyən edin. Düzəltmə sifətləri müəyyən edin. Zəhmətkeşlik nə? Lıqliqluq şəkilçisine adətən isim düzəlir. İsim də düzələ bilər, sifət də düzələ bilər. İnqilabi, meşəlik isimdir. Oxuyan feili sifətdir. Oxumalı feili sifətdir. Ütüdən ütülü, otdan otsuz necə? Otsuz. D variantı. Cərgələrdə birində yalnız isimdən düzələn sifətlər verilmişdir. İsimdən düzələn sifətlər verilmişdir. Balaca sadə isimdir, sadə sifətdir. İşıqdan, işıqlı, sözdən, sözsüz, qorxmaqdan, qorxunc. Bunlar isimdən düzəlib, amma feildən düzəlib. Ənənədən, ənənəvi, nə? Ənənə, nə? Qayğıdan, nə? Qayğılı, necə? Gümüşdən, gümüşü oldu, nə? C variantı. İsimdən düzələn sifətlər cərgəsini müəyyənləşdirin. İsimdən düzələn sifətlər cərgəsini müəyyənləşdirin. İsimdən düzələn sifətlər cərgəsini. Evdən, evdar. Qırmaqdan, qırıcı, uçmaqdan, uçub. Bunlar feildən düzəlib, bu bir dənə isimlər. Solmaqdan, solğun. Bu feildən düzəlmiş sifətdir. Duzdan, nə? Duzlu, necə? Zarafat isimdir, zarafatçıl sifət. Simdən, simsiz oldu C variantı. İsimdən düzəlmiş sifətlər. İsimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifətlər cərgəsini müəyyən edin. Deməli, isimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifəti göstərin. Deməli, baxaqcağa dili şirin, isimlə sifətin köməyi ilə. Dil, isimli, şirində sifət. Qəlb, isimli, təmizdə sifət. Elə A variantı. İsimlə sifətin köməyi ilə yaranan
düzələn mürəkkəb sifətləridir. Afaq məsuliyyətli və çalışqan idi cümləsində sifətlər hansı cümlə üzvü kimi işlənmişdir? Afaq məsuliyyətli və çalışqan idi. Məsuliyyətli idi və çalışqan necə idi? Məsuliyyətli idi, çalışqan idi. Bu xəbərin. Bu cümlə təhlili zaman xəbər. Kim, afaq, oldu, necə variantı. Nəriman ürəyə açıq və səmimidir. Cümləsindəki sifətlər hansı cümlə üzvü kimi işlənir? Ürəyə açıqdır, səmimidir. Necədir? Bu xəbər nə? Oldu nə? Xəbər. Mən bütövdür. Bu vənin ortasını. Bunu ne belə çəkdim ki, bir dəqiqə gözləyin. Bunun məsuliyyətli və çalışqan idi. Ürəyə açıq və səmimi idi. Ayrı-ayrı həmciz xəbərlərdir. Oldu nə? Burada Y variantı. 44. Sifətlərdən biri düzəltmə deyil. Bildir ki, hansı düzəltmə? Əxlaqdan əxlaqı, tərbiyədən tərbiyədən tərbiyəvi, qiyabdan qiyabı, qabaqdan qabaqda, qiyabdan qiyabı olur. 44-də D variantı. 45. Deyir ki, sifətlərdən biri düzəltmə deyil. Andan ani, çəhrayı sadədir. Xaricdən xarici, kütlədən kütləvi, şərtdən şərti. Oldu nə? B variantı. Sözlərdən birinin kökü sifətdir. Sözlərdən birinin kökü sifətdir. Baxaq. Qurutmaq, qurumaqdan qurutmaq, qurumaq. Bu feildən yaranmış feildir. Quruluq. Deməli, quru necə sifətindən yaranmış isimdir. Quruluq. Oldu nə? B variantı. Sözlərdən birinin kökü sifətdir. Sözlərdən birinin kökü sifətdir. Baxaq görək. Düzməkdən düzdürmək. Bu feildən yaranmış sifət feildir. Düzməkdən düzgün. Düzməkdən düzülmək, düzülüş. Sonra düzdən düzüm. Sonra düzüm, mən düzüm. Şəxs olmaq kimi də qəbul etmək olar. Sözlərin kökü sifətdir. Düzdən düz. Necə? Düzdən düzülmək. Bu kökü sifətdir, feil yaradıb. Sifətlərdən birinin yazılışında səhvə yol verilmişdir. Kəm, şirin. Ümumiyyətlə kəmdir, təhərdir. Bunlar sözə bitişik yazılır. Aladır, tündür. Bunlar sifətlərə defislə yazılır. Az isə ayrı yazılır. Zildir, ayrı yazılır. Bu doğrudur. Ala yarımçıq, bu da doğrudur. Açıq səhər, bu da doğrudur. Qara təhər bitişik yazılmalı, təhər. D variantı. Sifətlərdən birinin yazılışı səhvdir. Yaşıl təhər A variantı. Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Elmdən elmi mübahisələrdə dəqiq olmaq lazımdır. Elmi mübahisələrdə. Burada bir dənə düzəltmə sifət var. Eyvandakı bir düzəltmə qız yanıqlı səslə oxuyurdu. Yanmaqdan yanıq, yanıqlı. Oldu B variantı. 51. Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Eyvandakı rəngbərəng güllər göz oxşayırdı. Eyvandakıdır. Bu rəngbərəng isə Babək şəkilçisindən düzəlmiş mürəkkəb sifətdir. Sonra evlərindəki qədimi əşyalar babasından qalma idi. Evlərindəki qədimdən qədimi ilə doğru variant B variantıdır. Hansı ədədlər sifətin çoxaltma dərəcəsinin yaranmasında iştirak edir? Ən, lap, daha. Oldu nə? B variantı. Hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir? Çox mərtəbəli hündür binaların damları qarla örtülmüşdür. Burada çox mərtəbəli də hündür də adi dərəcədədir. Xəfif duman sezilirdi, burada da adi dərəcədədir. Göyün üzü tərtəmiz və bulutsuz idi. Həm çoxaltma, həm də adi dərəcədə olan sifət. C variantı. Hansı cümlələrdəki sifət çoxaltma dərəcəsindədir? Güləşli gündüzlər sizə yar olsun. Nə etsin sizə yar olsun? Yar olsun. Nə? Gündüzlər necə güləşli? Bu adi dərəcədədir. Bir yeri ixtisar edək. Sonra bu il yaz tez gəldiyindən ağaclar yamyaşıl. Sifətin çoxaltma dərəcəsi 2. Elə 2, bir dənə də olacaq 4. Doğru variant. Sabah ömründə
Ən əziz bir gün, sabah ömründə ən əziz bir gün olmalı idi. Ən əziz oldu nə 4. Elə D variantı. 55-də azaltma dərəcəsində olan sifət işlənmiş cümləni göstər. Azaltma dərəcəsində olan sifətin. Getdik, azaltma dərəcəsində olan sifət işlənmiş cümləni göstər. Dişləri həmişə ağappaq və təmiz idi. Təmiz olardı. Ağappaq. Bu çoxaltma dərəcəsidir. Arabir havaya atılan fişəklər sarımtıl işıq saçırdı. Elə sarımtıl oldu nə sifətin azaltma dərəcəsində. 55-də oldu B. 56. Hansı cümlədəki sifət azaltma dərəcəsində? Otaq o qədər də təmiz deyil. Adi dərəcədə. Qarşıda yaşıl geyinmiş uca dağlar görünürdü. Bunlar adi dərəcədədir. Yaşıl geyinmiş uca. Hənifə açıq qırmızı paltarını giymişdi. Olduğu C variantı. Açıq qırmızı sifətin adi azaltma dərəcəsidir. 57. Nədir? Sözlərdən biri düzəltmə sifət deyil. Riyazi qabiliyyət, elmdən elmi, badamdan badamı, tibbdən tibbi, gümüşdən gümüşü. Riyazi sözün ilə köküdür. Riyazi qabiliyyət, necə qabiliyyət? Səhv yazılmış sifəti müəyyən et. Səhv yazılmış sifəti müəyyən etdirsə, burada olmalı idi elə birinci, küs, kün, aynen tələffüzü veriblər. Hansı sifətin yazışında səhvə yol verilmişdi? Səhvə yol verilmişdi. Görək. Yaşılımtıl, açıq sarı defislə yazılmalıydı. B. Hansı cümlələrdə sifətin müxtəlif dərəcələrinə aid nümunə var? Nümunə. Baxaq, müqavimət göstərdikcə yeni və daha ağır zərbələrə məruz qaldı. Sifətin müxtəlif dərəcələrinə aid. Müqavimət göstərdikcə yeni adi, daha ağır isə çoxaltma. Bir bu. Sonra bu faciəyə köhnə dünyanın qara qüvvələri səbəb oldu. Köhnə adi, qara adi. Məndən müxtəlif soruşur. Sonra hamı onun çalışqan və çox bacarıqlı bir adam olduğunu deyirdi. Çalışqan adi, çox bacarıqlı isə çoxaltma dərəcəsi. Öz-özünə vurulan açıq şabalıdır, çox azaltma. Şabalıdı saçları geniş alına yayılmışdı, genişdə adi dərəcədə oldu. 1, 3, 4 B variantı. Cümlələrin birində sadə və mürəkkəb sifət işlənmişdir. Sadə və mürəkkəb sifətə baxaq. Sadə və mürəkkəb sifət. Qarışıq mallar mağazasının içərisinə qarışıq mallar mağazanın içərisinə dolduruldu. Qarışdan qarışıq bu düzəltmədir. Burada bir dənə düzəltmə sifət var. Sonra duzlu xörəyi heç kəs yemədi. Duzdan duzlu bu düzəltmə sifətdir. Stol üstü lampa yanırdı. Necə lampa? Mürəkkəb sifətdir. Ağ saçlı qadın yumuşaq kresloda oturdu. Ağ saçlı bu mürəkkəbdir. Qadın yumuşaq oldu. Elə bu da adi dərəcədə sadə. D variantı. Sonra cümlələrin birində düzəltmə və mürəkkəb sifət var. Düzəltmə və mürəkkəb sifət. Qayğıkeş düzəltmədir. Qayğıdan qayğıkeş. Ana uşağını şirin-şirin laylalar deyirdi. Elə mürəkkəb, necə şirin-şirin oldu A variantı. Yeri gəlmişkən onu da qeyd edib ki, təkrarlanan sifətlər var. Şirin-şirin, dadlı-dadlı, yeməli-yeməli. Ondan sonra gələn isimlər mütləq cəmdə olmalıdır. Cəmdə olmasa qrammatik normanın pozuntusu baş vermiş olar. Yəni. Sonra gəldik 63. Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəsində olan sifətlər var? Baxdıq. Sarı təhər, alçalar, şipşirin armudlar süfrəyə. Bu azaltmadır. Bu isə çoxaltma. Adisi yoxdur. Açıq təhər rənglər əsəbləri sakitləşdirir. Bu isə azaltmadır. 2 dərəcəyə aid yoxdur. Badamı gözləri, badamdan badamı adi dərəcə. Uzun kirpikləri adi dərəcə. Üzünə xüsusi bir yaraşıq verirdi. Sarı adi dərəcə. Göyümtül azaltma dərəcəsi. Tünd qırmızı isə çoxaltma. Elə D variantıdır. 64. Hansı nümunələrdə həm düzəltmə sifət, həm də sifətdən düzələn söz var? Yağışlı.
Yağışlı günlərdə yolda tez-tez sürüşmə baş verir. Gəliş, gediş daha da çətinləşir. Yağdan yağış, yağışlı. Düzəltmə sifət bu. Günlərdə bir də çətinləşmək sifətdən feil düzəlir. Biri budur. İşçilər böyük həvəslə işə girişmişdir. Böyüməkdən böyük. Burada bir dənə düzəltmə sifət var. Qutardı getdi. Sonra doğma yurdumuza sevgi verək ki, gözəlliyindən bizə pay versin. Düzəltmə sifət. Doğdan doğma bir bu düzəltmə sifət. Necə yurdumuza. Bir də gözəldən gözəllik. Sifətdən isim yaradıb. Oldu nə? 1, 3. D variantı. Verilmiş cümlə əsasında yanlış fikri müəyyən edin. Qoca, ağsaç, ancaq yanaqları qıpqırmızı bir kişi məni gülə-gülə qarşıladı. Qarşısındakı stullardan birinə oturtdu. Qarşısındakı stullardan birinə oturtdu. Qoca ağsaqqal. Aha. Baxaq görək. Sifətin quruluşu hər üç növünə aid nümunə işlənmişdir. Baxaq, qoca, ağsaç, mürəkkəb. Sifətin quruluşu qoca, ağsaç, ancaq yanaqları qıpqırmızı, bir kişi məni gülə-gülə qarşıladı. Qarşısındakı bir düzəltmə stullarda birində oturtdu. Deməli, oldu nə? Adi dərəcə nədir? Hər üç növünə sifətin quruluşu. Sadəsi var, mürəkkəbi var, düzəltməsi var, oldu. Bu düzdür, bir düzdür. Deməli, baxırıq 2-yə. 2-də deyir ki, sadə sifətlər ismi birləşmənin yaranan sadə sifətlə ismin birləşməsində yaranan mürəkkəb sifət var. Sadə sifətlə ismin birləşməsində yaranan mürəkkəb sifət. Bəli, ağ, saç. Sadə sifətlə ismin birləşməsindən, ağla saçın birləşməsində mürəkkəb sifət. Bu da doğrudur. 2-lərdə 7 oldu. Elə doğru cavab çıxdaşla B variantı. Çünki cavan sifətinin sinonimi işlənmişdir. Cavan sözünün sinonimi işlənmişdir. Cavan sifət burada isə qoca ismi əvəz edib. Yəni ismin sualına cavab verib. Sinonim də mənə nə deyir? Deyir ki, mən hansı, məsələn, mənim mənataylarım eyni hissəsi olmalıdır. Mən sifətəmsə digərlərdə sifət olmalıdır və yaxud isməmsinə digərlərdə isim olmalıdır. Burada isə cavan sifətdir. Onun sinonim olaraq, məsələn, qoca, daha doğrusu, cavan, qoca bir-birinin antonimidir. Çaşdım. Cavanın sinonimi gənc olmalıdır. Burada da gənci mən görmürəm. Çaşdım, bayaq səhv izaham verdim. 3 ona görə götürdük. Sifətlərdən biri əlamətin normadan çox olduğunu bildirir. Baxaq görək, normadan qoca, ağsaç, ancaq yanaqlar qıpqırmızı, bəli, normadan çox, yəni çoxaltma dərəcəsindən söhbət gedir, bu var. 5-ə baxır, sifətin dərəcələrinin hər üçünə aid nümunə var. Bu adi dərəcədədir, bu çoxaltma dərəcəsindədir, qarşısındakı isə yenə bu adi dərəcədədir. 2 dərəcəsinə uyğun var, deməli 3 və 5. 66-da nə deyir? Deyir, verilmiş cümlə əsasında uyğun fikirləri müəyyən edin. Mələk Fərmanın bu bəstəboylu, qara və çatmaqaşlı qızdan qorxduğunu hiss edirdi. Deməli, cümlə doğrudan doğrunu, yanlışdan yanlış. Sifətin quruluşu 2 növünə aid nümunə var. Bəstəboy, mürəkkəb, qara, sadə, çatmaqaşlı, mürəkkəb. Bu doğrudur. Bütün sifətlər təyin vəzifəsindədir. Baxaq görək. Mələk Fərmanın bu bəstəboylu, qara və çatmaqaşlı qızdan qorxduğunu hiss edirdi. Kim? Mələk. Mələk nəyi hiss edirdi? Fərmanın bu bəstəboylu, qara və çatmaqaşlı qızdan qorxduğunu. Nəyi? Burada deyir ki, bütün sifətlər təyin vəzifəsində. Xeyr, fiili sifət tərkibindədir və biz də tərkibin içərisinə girə bilmərik. Oldu, bu səhv 2. 3. Düzəltmə sifət işlənmişdir.
Xeyr, düzəltmə sifət burada yoxdur. Niyə? Çünki ikisi mürəkkəbdir, biri sadə. Yadınızda saxlayın. Mürəkkəb sifətlərin üzərində istədiyim qədər leksik şəkildə artırsam da elə quruluşun dəyişməyəcək, mürəkkəb olaraq qalacaq. Sifətlər əlamət bildirir. Bəli, insanın fərmanı burada qızın çatma əlamətini bildirir. Azaltma dərəcəsində olan sifət işlənmişdir. Bu adi dərəcədədir. Bu da adi dərəcədədir. Bu da adi dərəcədədir. Oldu nə? 1 və 5 variantı. 67. Verilmiş cümlə əsasında yanlış fikri müəyyən edin. Ayın solğun işığına qərq olmuş kiçik həyətimizdə zil qara pişik cır alça ağacını cırmaqlayırdı. Deməli, sifətin quruluşca iki növünə aid nümunə var. Solğun düzəltmə, kiçik düzəltmə, kiçik sadə, cır, sadə. Deməli, sonra 2. İsimdən düzəlmiş sifət işlənmişdir. Soldan solmaq feildən düzəlmiş sifətdir. Kiçik onsuz da elə sifətdir, sadə sifətdir. Cır da həmçinin isimdən zil qarada elə sifətdir. İsimdən düzəlmiş sifət yoxdur. 2. Sonra sifətin dərəcələrinin ikisinə aid nümunə var. Baxdıq, solğun adi dərəcə, kiçik adi dərəcədə, zil qara çoxaltma dərəcəsində, cır isə adi dərəcədə. Çoxaltma dərəcəsində olan sifət sadə ismi təyin edir. Çoxaltma dərəcəsində olan sifət sadə ismi təyin edir. Zil qara, deməli, zil qara sifətin çoxaltma dərəcəsidir və yanındakı ismi təyin edir, ismin əlamətini bildirir. Azaltma dərəcəsində olan sifət işlənmişdir. Burada adi və bir də çoxaltma dərəcəsinə aid sifət var, amma azaltmaya uyğun yoxdur. Oldu nə? 2 və 5. Verilmiş fikirlərin aid olduğu sifətləri müəyyən edin. Aid olduğu fikirlə deyəm, verilmiş fikirlərin aid olduğu sifəti. Quruluşca mürəkkəbdir. Quruluşca mürəkkəbdir, adi dərəcədədir, əlamət bildirir. Verilmiş fikirlərin aid olduğu sifət. Aha, deməli, alagöz. Quruluşca mürəkkəbdir, bəli, ala ilə gözün birləşməsindən. Adi dərəcədədir, bəli, əlamət bildirir, bəli, alagöz qız onun əlamətini bildirir. 1. Açıq ürəkli. Quruluşca mürəkkəb olmağın mürəkkəbdir, adi dərəcədədir, amma əlamət yox, keyfiyyəti bildirir. Uzun saçlı mürəkkəbdir, adi dərəcədədir, əlamət bildirmir. Sonra gəldik digər əlamət bildirir. Mən niyə deyirəm əlamət bildirmir ki? Tünd xasiyyət. Tünd xasiyyət quruluşca mürəkkəb sifətdir. Adi dərəcədədir, əlamət yox, keyfiyyət bildirir. Ən xoşbəxt. Quruluşca mürəkkəbdir, adi dərəcədədir, çoxaltma dərəcəsindədir. Çünki qüvvətləndirici ədəd var. Sonra dosdoğru sifətin dosdoğma. Quruluşca mürəkkəb deyil. Bu səhv olan fikirdir. Sonra enli kürək. Quruluşca mürəkkəbdir, adi dərəcədədir, enli kürək onun əlamətini bildirir. Oldu Y variantı. 69. Cümlələrin ilk sözləri əsasında uyğunluğu müəyyənləşdir. Cümlələrin ilk sözləri əsasında. Güclü ideyanı müdafiə edən insan da güclüdür. Cümlənin ilk sözləri ilə bağlı. Güclü. Müdriklər elmdən bəhrələnməyi bacarırlar. Müdriklər sifətin getdik. İlk sözləri ilə bağlı, ilk sözü ilə bağlı fikirlər. Baxaq. Sifətin sualına cavab verir. Güclü ideyanı müdafiə edən insan da güclüdür. Hansı ideyanın güclü? Bu getdi bura. Sonra gəldik. Sifətin sualına cavab vermir. Müdriklər elmdən bəhrələnməyə bacarır. Kim? Sifətdir, amma isim xüsusiyyətini daşıdığına görə kim sualına cavab verir? Bu da getdi bura. Bunu verdik bura 1'e. Sifəti. Bu isə 2'ni də verdik bura. Buranı silin mən. Sonra isimə aid şəkilçi qəbul edib
müdriklər. Sonra əlamət bildirir. Güclü ideal əlamət bildirir. Sonra azaltma dərəcəsindədir. Xeyr. Birinci güclü adi dərəcədədir. Müdriklər isə isimləşmiş sifətdir. Oldu nə? 1-ə A, 2-yə B, C. Y variantı. 70-də həkim. Həkim xəstə müayinə edirdi. Həkim xəstə müayinə edir cümləsində ilk iki sözü söz ilə bağlı oxşar cəhət. Həkim və xəstə. Deməli, ortaq fikir soruşursa bizdən, baxaq görək. Deyir ki, adlı xaldadır. Həkim xəstə müayinə edirdi. Həkim xəstəni müayinə edirdi. Bu təsirli haldadır xəstəlik, çünki qeyri-müəyyən təsirlikdir. Həkimi götürmək olar. Amma bizə deyir ki, ortaq olsun. Birlər avtomatik getdi. İsmin sualına cavab verir. İsmin sualına cavab verir. Həkim xəstə müayinə edirdi. Kim? Həkim. Kimi? Təsir halının sualını götürdü. 2. Sonra qrammatik cəhətdən isimdir. Bu qrammatik cəhətdən bu da isim. Amma bu isə sifətdir. Sonra əsas nitq hissəsidir. Bəli. Biri sifət, biri də isim olaraq əsas nitq hissəsi oldu. 2 və 4. Çoxaltma dərəcəsində ola bilməyən sifətləri müəyyən edin. Çoxaltma dərəcəsində ola bilməyən. Deməli, mərhəmətli, ən mərhəmətli olur. Dənizindəki, dəhlizdəki, dakidəki dərəcə əlaməti qəbul etmir. Dünənki həmçinin də dərəcə əlaməti qəbul etmir. Qiyabidə, qiyabi, ən qiyabi, lap qiyabi deyə bilmirəm. Ən yaraşıqlı, mədəni, ən mədəni. Oldu nə? 2, 4 və 5. 2, 3, 4. D variantı. Baxaq 72-yə deyir, cədvələ əsasən uyğun fikirləri müəyyən et. Sifətin quruluşu hər iki növünə aid, yəni sadə düzəltmə mürəkkəb. Sifətin quruluşu yalnız iki növünə aid nümunə, yəni sadə və mürəkkəb. Bu mehriban, dilsiz, ağızsız heyvanların onun qayğısına ehtiyacı var. Deməli, mehriban, sadə, dilsiz, ağızsız isə mürəkkəbdir. Sadə və mürəkkəb. Düzəltməsi yoxdur. O, ucsuz, bucaqsız, mürəkkəb. Qobustan düzünü keçmiş, silsiləli düzəltmə, uca, sadə. Dağlara dırmanmağa başlamışdı. 2. Sonra sifətin quruluşu yanlış iki növünə var. İndi bu doğma, əziz insanlar başqa yerə köçəcəklər. Doğdan, doğma, necə? Düzəltmə. Əziz də, sadə, oldu nə? 2 və 3. Verilmiş cümlədəki sifətlərlə bağlı doğru fikri müəyyənləşdir. Gəldik, baxaq görək. Deyir ki, artıq dağların yastı döşlərində, enişli yamaclarında sarı sümbül zəmiləri xısım-xısım pıçıldayaraq dalğalanır. Qürub edən günəşin al şəfəqləri altında qızıl kimi parıldayırdı. Deməli, sifətlərlə bağlı getdik. Deyir ki, sifətin quruluşu hər üç növünə aid. Artıq dağların yastı döşlərində, yastı sadə. Enməkdən enişli. Enişdən enişli. Düzəltmə. Yamaclarında sarı sümbüllər, sadə. Zəmilər xısın-xısın pıçıldayaraq. Nə tərzdə? Bu zərf daha mürəkkəb zərf. Pıçıldayaraq dağların qürub edən günəşin al şəfəqləri burada sadədir. Qızıl kimi parıldayırdı. Bu isə tərz hərəkət zərfidir. Qızıl kimi. Oldu. Bu uyğun getmir. Keçdik 2-yə bax. Sifətlərin hamısı adi dərəcədir. Bəli, yastı da, enişli də, sarı da, al da adi dərəcədədir. Bütün sifətlər müstəqil cümlə üzvüdür. Bir baxaq görək. Silək. Bütün sifətlər müstəqil cümlə üzvüdür. Artıq dağların yastı döşlərində, üçüncü nöqtəyini söz birləşməsinin içindədir. Yastı parçalaya bilmərəm, yəni ayrıqda cümlə üzvü kimi eləyə bilmərəm. Enişli yamaclardan bunu götürmək olar necə? Sarı sümbül zəmiləri xısın-xısın parıldayaraq.
parıldayaraq sarını götürmək olar təkcə nə. Dalğalanır nə sümbül zəmiləri, qürub edən günəşin şəfəqləri. Bu isə yenə üçüncü nöqtənin söz birləşməsinin içində işlənmiş rəng bildirən sifətdir və ayrıqda götürülmür müstəqil cümlə üzvü kimi. Qoşma ilə işlənmiş sifət cümlədə təyindir. Qoşma ilə işlənmiş, biz bunu bir də silin. Qoşma ilə, baxaq görək qoşma varmı? Artıq dağların yaslı döşlərində, enişli yamaclarında sarı sümbül zəmiləri xısıl-xısıl parıldayaraq dalğaların qürub edən günəşin al şəbəkələri altında qızıl kimi parıldayırdı. Qoşma ilə işlənmiş sifət təyin deyil. Tərz hərəkət zərfidir. Niyə? Elə yeri gəlmişəm, burada bir dənə də qaydanı elə sizin nəzərinizə çatdırım. Yadınızda saxlayın. Qoşmalı sözlər adətən kimi ilə aiddir? Qoşmalı sözlər, bax bu. Əgər feil xəbərdən ibarətdirsə, yəni feil xəbərdən ibarətdir, nə idi? Xəbər feillə ifadə olunmuşsa, parıldayırdı, nə edirdi? Avtomatik bundan öncə gəlmiş qoşmalı söz olacaq zərflik. Bir də, əgər xəbər sifətlə ifadə olunubsa, ismi xəbər demirəm, sifətlə ifadə olunubsa, yenə zərf olacaq qoşmalı söz. Amma ki, xəbər isimlə ifadə olunursa, avtomatik özündən əvvəl gələn söz təyin olacaq. Bax, adətən bax, bu qaydanı yaxşı yadınızda saxlayın. Demək olar ki, testlərdə qarşınıza çıxmış olar. Sonra 5-ə baxır. Düzəltmə sifət isimdən yaranmışdır. Düzəltmə sifətə bir baxaq görək. Görək düzəltmə sifət. Onun döşündə yastı, yastıdan, yastı, sadə döşlərində endən, nə deyir burada? Düzəltmə sifət isimdən düzəlmişdir. Eniş, enməkdən eniş, enişli. Bir dənə leksik şəkilçiyə baxıram. Olur nə? Endən enişli, bəli, eniş nə? İsimdən yaranmış sifətdir. Düzəltmə sifət isimdən yaranıb. Oldu nə? 2 və 5. Verilmiş cümlələr əsasında müqayisə cədvəlindəki yanlış fikirləri müəyyənləşdir. Yanlış fikirləri müəyyənləşdirək. Deyir ki, qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Sonra qoca işçilərə yaxınlaşdıqca onların yorğun simaları fərəhli bir təbəssümlə işıqlandı. Deməli, sifətin hər üç dərəcəsinə aid nümunə var. Sifətin hər üç dərəcəsinə aid nümunə. Baxaq görək, sifətin hər üç dərəcəsinə aid nümunə. Qaraşın, azaltma, üzünə yaraşmayan xırdaca azaltma, ağzı məsud uşaq təbəssümü ilə açılır. Məsud adi dərəcədə. Bu düzdür. Birilər getdi. Sonra rəng bildirən sifət var. Qaraşın. Sonra düzdür. Keçdik bu üzə. Deyir, həm isimdən, həm də feildən yaranan sifət var. Qoca işçilərə yaxınlaşdıqca onların yormaqdan yorğun simaları bu feildən yaranır. Fərəhli, fərəhdən fərəhli. Həm isimdən, həm də feildən yaranıb. Bu doğrudur. Quruluşuna görə sadə olan sifət işlənmişdir. Mən quruluşca sadə sifət görmürəm. Bu da düzəltmədir, bu da düzəltmədir. 4 səhvdir. Baxaq 5. Bütün sifətlər təyin vəzifəsindədir. Bir baxaq görək. Qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Qoca işçilərə yaxınlaşdıqca onların yorğun simaları fərəhli bir təbəssümlə işıqlandı. Qoca işçilərə yaxınlaşdıqca. Bu zərflikdir. Yəni, feili bağlama tərkibi ilə ifadə olunmuş zərflikdir. Bu müstəqil bir təyin ola bilməz. Keçək bu tərəfə. Qaraşın üzünə yaraşmayan xırdaca ağzı, hansı xırdaca ağzı qaraşın üzünə yaraşmayan, bu da feili sifət tərkibi ilə ifadə olunub. Yəni, tərkibin içərisinə girmək olmur. Ona görə də 5 səhvdir. Oldu nə? 4 və 5.
Sonra cədvəldəki uyğun fikirləri müəyyənləşdirin. Sifətin yalnız adi dərəcəsinə aid nümunə işlənmişdir. Sifətin hər üç dərəcəsinə aid nümunə işlənmişdir. Gəldik, baxaq. Deyir ki, bu susqun qızdan eşitdiyim qətiyyətli sözlər məni təəccübləndirdi. Susqun adi dərəcədə, qətiyyətli adi dərəcədə bir bu. Bu iynə də köhnədir. Bu iynə də köhnədir. Gözü sarımtıldır. Qabaqlar nənəmin yaxasında görmüşdüm. Sarımtılı isə azaltma dərəcəsidir. Buna baxmırıq. Burada artıq bizə 3 dərəcənin 3-ünü də soruşur. Çox sərgəli çoxaltma dərəcəsi. Alçaq hasarı adi dərəcədə olan həyətin darvazası özündə bizi sarışın bir qız qarşıladı. Önündə bizi sarışın bir qız qarşıladı. Sarışın da oldu nə? Azaltma dərəcəsi. Oldu 1 və 3 A variantı. Aydınmı? Sonra 76. Verilmiş cümlələrə əsasən doğru fikri müəyyənləşdir. Doğru fikri müəyyənləşdirək 76-da. Deyir ki, qar dayandıqdan sonra şiddətli və soyuq xəzri başladı. Küçəyə çıxıb küləyin dəhşətli hücumlarını hiss etmədən doğma evlərinə tərəf yollandı. Deməli, doğru fikirləri göstər deyirsə bizə. Hər iki cümlədə quruluşca düzəltmə olan sifət işlənmişdir. Qar dayandıqdan sonra şiddətli, soyudan soyuq. Burada var, baxın görün. Küçəyə çıxıb küləyin dəhşətli hücumlarını hiss etmədən doğma evlərinə tərəf yollandı. Bu da sadə. Deməli, hər iki cümlədə quruluşca düzəltmə sifət var. Sonra gəldi 2-yə baxaq. Birinci cümlədə sifətlər həmciz təyin vəzifəsindədir. Bir baxaq görək, həmciz təyin vəzifəsindədirmi? Bir suala cavab verək görək. Qar yağdıqdan sonra şiddətli və soyuq xəzri başladı. Nə etdi? Başladı. Nə? Xəzri. Necə? Şiddətli və soyuq. Bəli, həmciz təyinlərdir. Sonra 3-ə baxırıq. Hər iki cümlədə həm isimdən, həm də feildən yaranan sifət var. Şiddət nə? Şiddətli. Soyumaqdan soyuq. Həm burada feildən yaranıb, həm də isimdən yaranmış sifət var. Küçəyə çıxıb küləyin dəhşət nə? Dəhşətli isimdən yaranıb. Hücumlarını hiss etmədən doğma evlərinə tərəf yollandı. Deməli, nə? Hər iki cümlədə həm isimdən, həm də feildən yaranan sifət var. Doğmaqdan doğma. Oldu nə? 1, 2 və 3. 1, 2, 3 C variantı. İsimdən düzəlmiş sifətləri müəyyənləşdirir. Tərkibinə görə təhlil edək. Əhatədən, əhatəli, əhatə isimdən yaranmış sifətdir. Bir bunu götürürük. Zarafat nə? Zarafatçıl sifət yaranıb. Yaxşıdan, yaxşılıq. Burada sifətdən isim yaranıb. Namərd. Elə sifətdən yaranmış sifətdir. Mərd. Yox, daha doğrusu, hədət düzdür. Badam nə? Badamı sifətdən yaranmış, isimdən yaranmış sifətdir. Gözəl də sifətdən yaranmış isimdir. Oldu nə? 1, 2 və 5. 77-də. 78 deyir, sifətləri müəyyən edin. Xüsusi hadisə, necə hadisə? Oldu 1. Nəfs nə? İsimdir. İctimai hadisə, necə bir hadisə? Sifətdir. Yaxşılıq sifətdən yaranmış isimdir. İbtidai dövr hansı dövr? Oldu nə? 1, 3, 5, bir də sevinç nə? İsimdir. Hansı nümunədə altından xətt çəkilmiş ifadə əşyanın əlamətini bildirir? Gözəl görünmək çoxlarının arzusuydu. Çoxlarının arzusuydu nə? Gözəl görünmək. Buradakı sifət feilin yanında hərəkətə aid olduğuna görə zəfdir. Mahnını yenə bu gözəl oxudu. Oxudu, nə tərzdə oxudu? Gözəl oxudu. Yenə feilə aid olduğuna görə zəfdir. Buralar gözəllər yurdu hesab olunur. Burada isə artıq gözəllər isimləşib. Atın gözəl yerişi hamının diqqətini cəlb etdi. Nə etdi? Cəlb etdi. Nə? Atın yerişi. Buradakı artıq atın yerişinin əlamətini bildirir. 4. Sonra gözəl danışanlar dəyərincə qiymətləndirildi. Burada da yenə
Feili sifətin yanında gəlib. Yəni feilin yanında gəldiyinə görə zərf sayılır. Oldu burada nədir? Bir dənə doğru cavab 4-də 79-da 4. Deməli belə. Deməli 9 illik test toplusuna uyğun sifətin izahı bitdi. Ola bilər izah əsnasında nəsə mexaniki səhv falan ola bilər. Rəy bölməsində suallarınızı və yaxud təkliflərinizi verərsiniz. Mən də orada nədir, səhv ola bilər. Olan hissədə düzəliş eləmiş olaram. Belə. Allahın amanında olun, sağ olun, salamat qalın.